Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Bugün sizə bir məhəllənin içərisində yerləşən 6 dənə tam təmirli, paket kupçalı həyət evlərimizi təqdim edəcəm inşallah. Bir məhəllədə yaşamaq istəyən müştərilərimiz çox gözəl bir fürsətdir. Hər cür qiymətə həyət evlərimiz satışa çıxıb. Evlərin də hər birinin sənədləri ayrı-ayrılıqda həm evin, həm də torpağın kupçasıdır. Evin yerləşmə yeri Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. Çox gözəl bir məhəllədə yerləşir. Hər tərəfi yaşayış olan yerdir. Hazırda gördüyünüz evi təqdim edirəm. Məhəllədən birinci evdir. Digər evlərin də ayrı-ayrılıqda videosunu çəkib sizin üçün paylaşım eləyəcəm. Səhifəmizə abunə olun, izləməyə davam edin. Sot yarım torpaq sahəsində yerdən 7 daş kürsüdə tikilib. Həyətdə gördüyünüz kimi kombi otağı var. Kiçik bir kombi otağıdır, padvalına girişi qoyulub. Həyətimiz tamit daşdan döşənilib. Həyətə maşın rahatlıqla daxil ola bilər. Evin çardağına da girişi var. İndi isə keçid edək evin içinə. Ev 3 otaqdır, ümumi sahəsi 100 kvadratdır. İpotekaya da yararlıdır. Bank sizə dövlət ipotekası ayırırsa, yaxınlaşıb evimizə istər bank yolu ilə, istərsə də nəqd şəkildə əldə edə bilərsiniz. Dəhlizə daxil olduqda solda gəlir evin mətbəxi. Mətbəxdə isə həm yerdə kafel hissə var, mebel arası kafelnicində hamısı vurulur. Pollar laminatdır, dəhliz sanitar qovşaq istipoldan ibarətdir. Bir daha qeyd edirəm ki, evin alt hissəsi tamamilə beton verilib, üstünün də dairəvi şəkildə kəmərə atılıb, 4 bir divarı qoşadaşlı, pəncərələr hamısı şəbəkə pəncərə, evdə kombi xətti çəkilib. Evimizin qiyməti isə 72 min manatdan satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa, qiymətində indirim olacaq ev sahibi tərəfindən. Bu evlər demək olar ki, heç kimdə reklamda yoxdur. Şəxsi tikili ev olduğuna görə ev sahibi bizi tanıyır, hələ ki ancaq bizdə satışda. Makler proyekti olduğuna baxmayın, tamamilə hamısı şəxsi tikili evlərdir. Qazı, suyu, işığı, sayğaçlarının da hamısı qoyulub, daimi fasiləsiz. Bu qədər əziz izləyicilərim, evlə bağlı əlavə nə sualınız olarsa zəng edin, məlumat alın. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.